Evim, dünyam Ağşəhər. Dəyərli izləyicilərimiz, Ağşəhərdə premium binada, Raffle Tower'da gördüyünüz bu qarşınızdakı bu möhtəşəm binada, hansı ki premium yüksək keyfiyyətli binadır bu bina. Burada sizə mənzil göstərirəm 4-cü mərtəbədə. İndi gedirik mənzilə baxmağa. Bu binada bilirsiniz ki 5500-ə, 5400-ə, 5300-ə tapsaz böyle şey yoxdur demək olar ki. Baxışı da bu hissəsidir ki, hansı ki dənizə baxır, Night Bridge-ə baxır. Qiyməti 4700 manata. Mənzilin açarı da bizdədir. Yerləşmə yeri də Mərkəzi Bulvar küçəsi, Night Bridge-in qarşısında möhtəşəm panoraması da birbaşa dənizə. Gedək mənzillə tanış olaq. Deməli, dəyərli izləyicilərimiz, daxil olduq mənzilə. Mənzil 205.6 kvadratdır. 4-cü mərtəbədədir. Hansı ki panoraması da möhtəşəmdir. Panoramasını da çəkib göstərəcəyəm sizə. Baxacaqsınız, bir dənə indi eyvandan çıxaq, böyük bir eyvanı var. İndi onu da göstərəcəyəm sizə. Burada proyektdə dəyilməyib. Yəni qanuni binanın layihəsi nədirsə, o cür. Amma kim necə istəsə, bizdən yenə də eləyir. Bir dənə gəl baxaq. Bir dənə sizə panoramasını göstərdim, sonra otaqları bir-bir göstərirəm. Bir dənə baxış bucağına baxın. Yəni bugünkü gündə bu binada bu qiymətə mənzil yoxdur dəyərli izləyicilər. Hansı ki Pramoy Night Bridge-ə baxır, Mərkəzi Bulvar küçəsini götür, sağ tərəfdə Mərkəzi Bulvar küçəsidir. Görürsüz? Buradan da həm belə də baxanda Night Bridge-in həyəti ilə bu yaşıllıqla şeydə baxır dənizə və buradan da dənizə baxır, gəmilər də görsənir. Bu da həyətidir ki, hansı ki uşaqlar üçün futbol meydançası, əyləncə yeri, oturub istirahət etmək, yaşıllığı. Yəni yeri möhtəşəmdir dəyərli izləyicilər. 4 otaq gedir də bu. Burada bir dənə nəsə bura dolab bir şey yığmaq olar ora. Otaq ilə. Burada da bir otaq. Burada bölgə heç nə olmayıb da. Yəni binada necədir? Qapıdan gəldik, buradan giriş hissəsidir. Gəldik, burada da ümumi hamam otağı. Və tezdən burada da bir dənə otaq. Bütün hamısının pəncərəsi var. Burada da bir dənə otaqdır. Orada həm qardırob otağı eləyə bilərsiniz. Buranı yataq otağı eləyib, həm qardırob otağı, həm də ümumi hamam otağı eləyə bilərsiniz. Buradan da yenə də eyvanından çıxırıq. Bir dənə çıx həyətini də görsək yenə. Bir dənə də eyvanın bu tərəfdə var. Hansı ki həyətdə baxır. Bu gördüyünüz mənzillə maraqlanmaq istəyənlər bizimlə əlaqə saxlaya bilər. Mənzilin açarı da şəxsən bizdədir. Oldu, çox sağ olun.